Bismillahirrahmanirrahim. İbnül Qayyim rahimehullah qələmə aldığı Əd-Dəu vəd-Dəva, yəni Dərd və Dəva adlı kitabında günahların rəzillik gətirməsi barədə fəsil açaraq buyurur. Həmçinin günahların pis aqibətlərindən biri də rəzilliyə və alçaqlığa səbəb olmasıdır. Həqiqətən hər cür izzət Allah Taalaya itaat etməkdədir. Uca Allah buyurur: "Mən kənə yuridul izzətə fəlillahil izzətu cəmiə." Hər kəs izzət, qüdrət istəsə, bütün izzət, qüdrət ancaq Allaha məxsusdur. Yəni kim izzət və qüdrət istəyərsə, Allaha itaətə yönəlsin. Çünki izzət və qüdrət yalnız ona itaət etməklə qazanılır. Ona görə də sələflərdən biri duasında belə deyərdi: "Allahım, məni sənə itaət etməklə izzətləndir. Məni sənə qarşı günah işlətməklə alçaltma." Həsənul Bəsri demişdir: "Qatırların onları taqqıldatması da, atların onların üstündən yorğa-yorğa keçmələri də onların qəlblərindən günah rəzilliyini ayırmaz. Allah ona asi olanı rəzil edər." Abdullah ibn Mübarək demişdir: "Gördüm ki, günahlar qəlbini öldürür insanın, günaha bağlılıq batırır onun adını sanın. Günahı tərk edərsən, yaşadarsan qəlbi, günahsızlıq aparar hər qüssəni, hər dərdi. Dini pozanlar bir şahlardır, bir dindarlar, bir də ki, pis əməl sahibi rühbanlar."